Baxırıq cədvəllərin birinci sualına. Burada verilən əməl toplama əməlidir. Sol sütunda verilənlər və üst sətirdə verilən ədədlərin toplanması nəticəsində cədvəlin daxilindəki ədədlər yaranır. İndi cədvəl daxilindəki ədədlərə baxırıq. C plus 1. C plus 1 necə almışıq? A və B-nin toplanması nəticəsi bizə C plus 1 verir. Daha sonra A plus 3. C ilə B-ni toplayanda, B ilə C-ni toplayanda A plus 3 almış olarıq. Belə bir sistem tənliyi almış oluruq və bu sistem tənliyi həll etmək üçün sistem tənliyin sağ və sol tərəflərini toplaya bilərik. Yəni, uyğun olaraq sol tərəfləri və sağ tərəfləri toplaya bilərik. Sol tərəfləri toplasaq A plus B plus B plus C bərabərdir. İndi sağ tərəfləri toplayıram. A plus C plus 3 plus 1. Baxıram ki, burada A və A. Hər iki tərəfdə olan C və C gedir. Yerdə nə qalır? 2B bərabərdir 4. B bərabərdir 2 qalmış olur. Bizdən də B-nin qiymətini soruşur. Doğru cavab olur 2. Baxırıq ikinci suala. İkinci sualda yenə də toplam əməlidir. A və B-nin toplanmasının nəticəsi bizə verir -7. Daha sonra B və C-ni topladıqda nəticəni alırıq -4. C və A-nı topladıqda, A və C-ni topladıqda alırıq -5. Bu tənliklərin hər birini tərəf-tərəfə toplasaq 2A plus 2B plus 2C bərabərdir. Sağ tərəfləri də toplayırıq -16. Buradan 2-ni çıxarsaq A plus B plus C bərabər olacaq -16. Onda alarıq ki, A plus B plus C bərabərdir -8 olmuş olacaqdır. Biz A plus B plus C-ni -8 aldıq. Yuxarıda A plus B-nin qiyməti -7 idi. Gətirib A üstə gələk B-nin yerinə -7 yazaram. Onda olacaq -7 üstə gələk C bərabərdir -8. C-nin də qiymətini alarıq -1. C-ni -1 alandan sonra hər birinin qiymətini tapmaq olar. Ancaq bizdən A plus B plus C-nin qiymətini soruşurdu deyə bunu da artıq buradan -8 formasında tapmış olduq. Yəni, davam etdirib digərlərini tapa bilərik. C-nin yerinə -1 gətirib qoyandan sonra artıq buradan B-nin -3 olduğunu alırıq. C-nin yerinə -1 qoyandan sonra A-nın -4 olduğunu alırıq. Yəni, ABC-nin hər birini ayrı-ayrılıqda tapmaq mümkündür. Sadəcə bizdən ABC cəmini soruşur. Bu da edir -8. Yəni, B variantı. Üçüncü suala nəzər yetirsək, verilənlərin hər birini qeyd edirik. 20-ni necə alıb? X və Z-in toplanması nəticəsində. Yenə də bir sistem tənliyi yazırıq. Yazırıq ki, X plus Z bərabərdir 20. X plus Y bərabərdir 18. Z və Z, yəni 2 dənə Z bərabərdir 16. 2Z 16-dırsa, buradan alıram ki, Z bərabərdir 8. Z-in 8 olduğunu qeyd edəndən sonra gətirib yuxarıda Z-in yerinə 8 yazıram. Nə olur? X üstə gələk 8 bərabərdir 20. Deməli, X nədir? X olur 12. X 12 tapandan sonra buradan gətirib yerinə yazanda 12 üstə gələk Y bərabərdir 18. Y bərabərdir 6 alarıq. Hər birini tapdıq. Z 8, X 12, Y 6. Bizdən X, Y böl Z-i soruşur. Yazıram X, yəni 12, vur Y 6, böl Z-ə 8-ə. 12-ni 6-ya vuranda 72, 8-ə də böləndə cavabı alarıq 9. Doğru cavab olur B variantı. 4-ə baxırıq. X və Y-in toplanmasının nəticəsi 42-dir. X plus Y bərabərdir 42. Z və Y toplanır. Y üstə gələk Z bərabərdir 34. Burada da Z ilə X-i toplayırıq. Z və X-in cəmi verir 28. Bu tənliklərin hər birini tərəf-tərəfə toplasam 2X, 2Y, 2 dənə də Z alaram. Sağ tərəflərdə uyğun olaraq toplasam alaram cavabı 104. Onda buradan 28, 62, bəli 104. Onda X plus Y plus Z cəmi də 2-yə bölərəm 104-ü. Çünki buradan 2-ni çıxaranda 2 vur X plus Y plus Z 104-dürsə, onda X plus Y
plus z olacaq 52. X, Y, Z üçlüsünün cəmini aldım 52. X üstə gələ Y-in qiyməti 42 idi. 42-ni gətirib buraya yazandan sonra artıq Z-i tapa bilirəm. 42 üstə gələk Z bərabər olur 52-yə. Z də bərabər olacaq 10-a. Z-in yerinə 10 alandan sonra Y nəyə bərabər olacaq? Y üstə gələk 10 bərabərdir 34. Y bərabər olur 24-ə. Y tapdıq 24, Z-i tapdıq 10. Z-in 10 qiymətini gətirib burada yazanda X-i tapıram 18. X də oldu 18. Bizdən nəyi soruşur? 3x üstə gələk Y çıx 2z. X-i vuracam 3-ə, yəni 18-i vuraram 3-ə. Üzərinə gəlirəm Y, yəni 24 və buradan çıxaram 2 vur Z. Z-imiz nə idi? Z-imiz 10 idi. 2-ni vurdum 10-a. Bu eləyəcək 54 plus 24 78 çıx 20 bərabər olur 58-ə. Doğru cavab olacaq 58 Y variantı. 5-ci sual. X ilə Z-in cəmini verib 18. Daha sonra X ilə Y-in cəmi verib 16. Cədvəlin daxilində verilənləri oxuyub yazırıq. Y plus Z cəmi bərabər olar 24-ə. Belə bir sistem tənliyi aldıq. Sistem tənliyin hər bir tənliyini tərəf-tərəfə toplaya bilirəm. Bu hissələrini toplasam 2 dənə X, 2 dənə Y, 2 dənə də Z alaram. Sağ tərəfləri toplasam 58 daha doğrusu almış oluruq. Buradan 2-ni mötərizə xaricinə çıxarsam X plus Y plus Z bərabərdə 58 olur. X plus Y plus Z cəmini tapmaq üçün 58-i 2-yə bölməliyəm. Yəni olacaq 29. Doğru cavab olur 29 A variantı. 6-cı sual. 6-cı sual qeyd edək. X və X çıx 3-ün cəmini almışıq 3. X üstə gələk X çıx 3 bərabərdir 3. Daha sonra Y üstə gələk Y çıx 4 bərabərdir 4. Z ilə Z minus 5-in cəmi də Z üstə gələk Z çıx 5 cəm bizə verir 5. Buradan alırıq ki 2x çıx 3 3-dürsə 2x bərabər olur 3 üstə gələk 3-ə, yəni 6-ya. 2y bərabər olur 4 üstə gələk 4-ə, yəni 8-ə. 2 dənə də Z bərabər olur 5 üstə gələk 5-ə, yəni 10-a. Buradan da alıram ki, X bərabərdir 3, Y bərabərdir 4, Z bərabərdir 5. Bizdən X, Y, Z cəmi soruşulur. 3 üstə 4 üstə 5. Cəm də bizə verir 7 plus 5, 12. Doğru cavab olur 12. 7-də yenə də verilənləri qeyd edirik. X ilə Y cəmini verib 7 dənə Z. X ilə Y-in cəmini verib A, bunu bilmirik. Daha sonra Z ilə Y-in cəmini verib 3x. Z və Y-in cəmini verib 3x. Z ilə Z-in cəmini də verib 6. İndi baxırıq ki, Z ilə Z-in cəmi 6-dırsa, buradan 2Z bərabərdir 6 olur. Z-i tapanda 6-nı 2-yə bölməliyəm, yəni 3. Z-in 3 qiymətini tapdıq. İndi Z-in 3 qiymətini tapandan sonra gətirib burada yerinə yaza bilərəm. Bizdən nəyi soruşurdu? A-nı. A-nı tapmaq üçün nə etməliydik? A bərabərdir cədvəl daxilində verilib nəyə? A bərabərdir X üstə gələk Y. X üstə gələk Y A-dır. Eyni zamanda X üstə gələk Y nəyə bərabərdir? 7 dənə Z-ə bərabərdir. Və Z-in də qiymətini tapdıq ki, 3. 7 vur 3, 21 olmuş olur. Belə çıxır ki, X plus Y cəmi 21-dir və dolayısıyla A da 21 olmuş olur. Doğru cavab A variantı. Aha, davam edirik. A plus C cəmini verib 120. Toplama işarəsidir. B ilə A-nın cəmini verib 3C. B ilə A-nın cəmini verib 3C. Daha sonra B ilə C-nin cəmini verib 5B. Bu sistem tənliyə baxıram. Bu tənliyə baxıram. B ilə C-nin cəmi olub 5 dənə B.
Burada mən C-ni tapmaq üçün tənlik əldə edirəm. 5B-dən B çıxmalıyam. Yəni C-nin yerinə nə yazmalıyam? 4 dənə B yazmalıyam. Onda baxın ikinci tənliyə baxıram. İkinci tənlikdə B üstə gələk A bərabər olur 3 dənə C-yə. 3 vur C-nin qiymətini nə tapdım? 4 dənə B tapdım. O da olurmu 12B? B-nin üzərinə A gəlmişəm və nəticəsi 12 dənə B olub. Onda A nəyə bərabər olur? 12B çıx B olur. O da olur, yəni 11B. A oldu 11B. A-nın yerinə 11B tapandan sonra, bax, gətirirəm sistemin birinci tənliyinə. A-nın yerinə 11B yazıram. Üzərinə gəlirəm C-ni. C-nin də yerinə 4B tapmışdıq axı. Gətirib yazaq C-nin də yerinə 4 dənə B. 11B üstə gələk 4B bərabər olur 120-yə. 15B bərabərdir 120. Onda B də bərabər olacaq 8-ə. B-nin 8 qiymətini tapdıq. Artıq C-ni tapa bilərik. C nəyə bərabərdir bəs? 4B-yə. Yəni 4 vur 8. 32 olmuş olur. C-nin qiyməti oldu 32, B-nin də qiyməti 8. Bizdən B üstə gələk C cəmini soruşur. O da edir 32 üstə gələk 8 bərabərdir 40. Doğru cavab olacaq 40 B variantı. 9-cu sual. 9-cu sualda da verilənləri qeyd edək. Verib ki, A plus B bərabərdir 2 dənə C. B üstə gələk C bərabərdir 22. C üstə gələk A bərabərdir 30. A üstə gələk C bərabərdir 30. Və buradan baxırıq. Sistemin hər üç tənliyini tərəf-tərəfə toplasam, sol tərəfləri toplayıram birinci. A üstə gələk B üstə gələk. B üstə C, A üstə C. Bu sol tərəflər. İndi keçirəm sağ tərəflərə. 2C üstə gələk 22 üstə gələk 30. Sol tərəfləri toplayanda 2A üstə gələk 2B üstə gələk 2C. Sağ tərəfdə də 2C plus 52 alaram. Hər iki tərəfdə 2C olduğuna görə burada da 2C var, burada da 2C var. 2'lər gedir. 2A üstə gələk 2B bərabər olur 52'yə. Buradan 2'ni çıxarsam, A üstə gələk B bərabərdir 52. A üstə B cəmini tapmaq üçün nə etməliyim? 52'ni 2'yə bölməliyim. O da olur 26. A üstə gələk B cəmi 26'dır. Gətirirəm bura. A üstə gələk B cəmi nə idi bizdə? A üstə gələk B cəmi 2 dənə C idi. Eyni zamanda tapdıq ki, A üstə gələk B cəmi 26'dır. Onda alıram ki, 2C 26'dırsa, C nəyə bərabər olur? 26 bölü 2, yəni 13. C-nin qiyməti soruşulur bizdən, o da olur 13. 10-cu sual. Yenə də verilənləri qeyd edək. Nə verilib bizə? Qeyd olunub ki, X ilə Y-in cəmi bərabərdir 3Z üstə gələk 4. Daha sonra Y ilə Z-in cəmi. Y ilə Z-in cəmi bərabərdir 3X üstə gələk 2. 2 dənə tənlik verilib. Bu iki tənlikləri tərəf-tərəfə toplasam, X üstə gələk Y üstə gələk Z. Baxın, birinci sol tərəflə sol tərəfi bir topladım. Bu sağla da sağı bir toplayıb sağ tərəfdə yazacağım. Bərabərdir 3Z üstə gələk 4 üstə gələk 3X üstə 2. Sol tərəf bizə nə verir? X üstə gələk 2Y üstə gələk Z. Bərabərdir 3x üstə gələk z. 3z üstə gələk 3x-i bu formada yazıram. Üstə gəl 4 ilə 2 ilə də cəmi bizə verir 6. Baxırıq ki, x ilə z cəmi burada bir dənə var. X üstə gələk z cəmi. Üstünə gəlirəm 2 dənə y bərabər olur. 3 dənə x üstə gələk z cəmi üstə gələk 6. Buradan alıram ki 2y çıx. Bu x plus z cəmini sağ tərəfə atandan sonra 2 vuraq x üstə gələk z bərabərdir 6 olur. Hər tərəfi 2-yə böləndən sonra y çıxaq. X üstə gələk z bərabər olur 3-ə. Bizdən nə soruşurdu? Bizdən bu ifadə soruşulur. Yəni, y çıxaq, z çıx, x. Bunu belə yaza bilərəm. Y çıxaq, z üstə gələk, x. Bu nə verir bizə? Y
çıx x üstə gələk z. Bunun qiymətini tapmışıq 3. Elə bizdən də onun cavabını soruşurmuş. Ona görə də doğru cavab olur C variantı 3. 11. 11-də A ilə C-nin cəmi A və C-nin cəmi qeyd olunub B üstə gələk 4. A ilə B-nin cəmi qeyd olunub C çıx 2. Və B ilə C-nin cəmi A üstə gələk 6-dır. B ilə C-nin cəmi A üstə gələk 6-dır. İndi bu sistem tənliklərin hər birini tərəf-tərəfə toplayıram. Birinci və bu hissələri, bu üçünü bir toplayıram. Sağ tərəfdəki üçünü də bir toplayıram. Solları toplayanda 2 dənə A, 2 dənə B və 2 dənə C alaram. Sağ tərəfdə toplayanda A üstə B üstə C üstə 4 çıx 2 üstə 6 da plus 8 verər bizə. Bu ABC-ni bu tərəfə keçirəndə qalacaq A üstə gələk B üstə gələk C bərabərdir 8. Elə bizdən də A üstə B üstə C cəmini soruşur. Bu da olmuş olacaq 8. 12-də A ilə B-nin cəmi verilib C üstə gələk 1. B ilə də C-nin cəmi verilib A üstə gələk 5. 2 dənə tənlik verilib. Tənliyin sağ və sol tərəflərini bir toplayacağım. Buraları 1, bu tərəfləri də 1. Deməli, birinci yaşılları, yəni sol tərəfləri toplayıram. A üstə B üstə, B üstə C. İndi sağ tərəfləri C üstə 1, üstə gələk A üstə 5. Baxıram ki, tənliyin hər iki tərəfində A var, A var. C var, C var. Yerdə nə qaldı? 2B sol tərəfdə qaldı. Sağ tərəfdə də 1 ilə 5-in cəmi, yəni 6. 2B 6-dırsa, B-ni tapmaq üçün 6-nı 2-yə bölməliyəm, yəni olmalıdır 3. Və bizdən də B-nin qiyməti soruşulurdu. Doğru cavab olacaq 3. 12-yə baxırıq. X ilə Y-in cəmini verib 11. Y-lə, deməli, X ilə Z-i verib Y. Y-lə də Z-i verib 10. İndi yenə də sistem tənliyin hər bir tənliyini tərəf-tərəfə toplayacağım. Solları bir toplayıram, sağ tərəfləri də bir toplayacağım. Sol tərəfləri toplayanda alıram 2x üstə gələk 2y üstə gələk 2z. Bərabər sağları da toplayıram 11 üstə gələk y üstə gələk 10. Bu y-i gətirib bu tərəfə atıram. Məchulları bir tərəfə toplayacağım. 2x üstə gələk y üstə gələk 2z alıram. Bu da bərabər olur. Ədədləri də bir yerdə. 10 üstə 11, 21. Deməli, nə aldıq biz? 2x üstə gələk 2z üstə gələk y bərabərdir 21. Biz bunu almış olduq. Elə bizdən də yuxarıda bu soruşulurdu. Və doğru cavab olacaq 21. 14-də baxırıq. A vur A bərabərdir 16. A vur B bərabərdir 12. A vur C bərabərdir 24 olur. A-nı A-ya vuranda 16 edibsə, A 4 olacaq. Çünki 4-ü 4-ə vuranda 16 olur. A-nın yerinə 4 yazandan sonra gətirib A-nın yerinə 4 yazıram. Olacaq 4 vur B bərabərdir 12. 4-ü nəyə vursaq 12 elər? 3-ə. B olur 3. A-nın yerinə 4 dedik. 4-ü C-yə vuranda 24 eləyir. 4-ü nəyə vursaq 24 eləyər? 6-ya. C də oldu 6. Bizdən B vur C hasilini soruşur. Yəni 3 vur 6 hasilini soruşur. Bu da edəcək 18. Doğru cavab olur 18. D variantı. 15. A vur C hasili bərabər olur 65-ə. B vur C hasili isə buradakı operator əməl vurmadır. B vur C də olacaq neçə? 13. Biz nə edirik? A-nı birinci veriləni götürüb bölürük ikinciyə. Yazıram A vur C bölünsün B vur C. A vur C'nin qiyməti nə idi? 65. B vur C-də də 13 idi. Adi kəsir kimi böldüm. Ortaq olanları atıram. C ilə C gedir. 65-i də 13-ə böləndə cavab 5 düşür.
Deməli, kəsirdə nə qaldı? A böl B qaldı. Yazıram ki, A böl B bərabərdir 5. Buradan da A nəyə bərabər olur? 5 vur B'yə bərabər olur. A bərabərdir 5B. Doğru cavab olur D. 16'ya baxırıq. 16-da x vur y bərabərdir 15 olur. Y vur z bərabərdir 12 olur. X vur z bərabərdir 20 olur. Biz nəyə baxırıq? Baxırıq ki, x vur y-də və y vur z-də hər iki hasildə y ortaq vuruqdur. 15 ilə 12-nin ortaq vuruğu nədir? 3. Yəni, y olur 3. Y-in yerinə 3 yazandan sonra 3'ü x'a vursam 15 eləyər. 3'ü nəyə vursam 15 olar? 5'ə. X də olur 5. X-in yerinə 5 gətirib yazandan sonra z də avtomatik olacaq 4. X 5, y 3, z də 4. Bizdən x üstə gələk z bölü y soruşur. X-in yerinə 5 yazıram. Z-in yerinə 4 yazıram. Y-in də yerinə 3. 9 böl 3 cavabı bizə verər 3. Doğru cavab olur 3B variantı. 17. 17-də sol tərəfdəki cədvəldə m üstə gələk k bərabərdir 10 verilib. M üstə gələk k bərabərdir 10. Sağ tərəfdəki cədvəl isə vurmadır. Burada nə verilib bəs? M kvadratı bərabərdir n üstündə 3. Daha sonra n vur n. N vur n nə deməkdir? N kvadratı deməkdir. N kvadratı da bərabərdir k üstündə 4. Belə bir ifadələr verilib. Mən buradan alaram ki, n kvadratı əgər k üstü 4-dürsə, hər tərəfi kökə salsam, n bərabərdir k kvadrat olmuş olur. Üstündə yazaq. K üstündə 4. N bərabərdir k kvadratı olmuş olur. N bərabərdir k kvadratının qiymətini gətirib burada nəzərə alıram. M kvadratı bərabərdir. N-in yerinə yazıram k kvadratı. Onun da üstündə 3 var axı. 3 də üstünə yazıram. K kvadratının kubu bizə k üstü 6-nı verir. Əgər m kvadratı k üstü 6-dırsa, m nəyə bərabər olur? K-nın kubuna. M-in yerinə k kubu aldım. Gətirib burada m-in yerinə k kubu yazacağım. Nə olacaq? K-nın kubu üstə gələk k bərabərdir 10. Bu şərti ödəyən ədədi tapmaq lazımdır. Bu şərti ödəyən ədəd baxırıq ki, 1 deyil, çünki 1 yazsaq, 1-in kubu üstə gələk, 1, 2 edəcək. Amma 2 yaza bilərik, K2 ola bilər. K2 olsa, həqiqətən də bərabər olar ona. Deməli, K2-dir. Amma bizdən m-in qiymətini soruşur. M nəyə bərabər idi? K-nın kubuna. Onda yazıram, m bərabərdir 2-nin kubu. Bu da olacaq 2 vur 2 vur 2, yəni 8. Doğru cavab 8-dir. Yenə 2 dənə tənli cədvəl verib bizə. Sol tərəfdəki toplama, sağ tərəfdəki vurmadır. A ilə B-nin cəmi 5 olur. Sağ tərəfdə verib ki, A ilə B-nin hasili 6-dır. Daha sonra burada yazıb B ilə C-nin cəmi 6. B ilə C-nin cəmi 6-dır. A ilə də C-nin cəmi nədir? 7-dir. A ilə də C-nin cəmi 7-dir. Belə bir sistem tənliyi ala bilərəm. Əgər A ilə B-nin hasili 6 və cəmi 5-dirsə, elə buradan çıxır da AB nədir? Biri 3-dür, biri 2-dir. Fərqi yoxdur. Ola bilər ki, A3 olsun, B2 olsun və yaxud da ki, A2 olsun, B3 olsun. A buradan baxanda B-nin 3 olduğu aşkar şəkildə, daha doğrusu A-nın 3 olduğu aşkar şəkildə görünür. Çünki A-nın üstünə C gəlib 7 alıb, B-nin üstünə C gəlib 6 alıb. Deməli, A B-dən böyükdür bir vahid. A3 oldu, B2 oldu. Bizə nə soruşur? A kvadrat üstə gələk B kvadratı. Yəni 3-ün kvadratı üstə gələk 2-nin kvadratı. 3-ün kvadratı 9 olur, 2-nin kvadratı 4 olur. 9-un da üstünə 4 gələndə eləyəcək 13. Doğru cavab olur 13A variantı. 19. 19'da verib ki, x ilə y z-dir.
x üstə gələk y bərabərdir z. Sonra verib ki, x ilə y-in cəmi 8-dir. Buradan rahat, aydın şəkildə görünür. Əgər x ilə y-in cəmi z-dirsə və x ilə y-in cəmi 8-dirsə, onda belə çıxır ki, elə bu z 8-ə bərabərdir də. Z bərabərdir nəyə? 8-ə. Çünki toplananlar eynidirsə, cəm də nə olmalıdır? Eyni olmalıdır. X üstə gələk y üstə z-i bizdən soruşur. Biz gətirib x üstə gələk y-in yerinə nə yaza bilərik? 8. Z-in də yerinə nə tapdıq? 8. Sonra da 8 ilə 8-i toplayarıq. Cavab olar 16. Doğru cavab oldu. B variantı. 20. X ilə z-in cəmi 26-dır. Y ilə y-in cəmi nədir? 24-dür. Buradan görə bilərik ki, əgər 2 dənə y-imiz 24-dürsə, 1 dənə y-imiz 12-dir. Bizdən x, y, z cəmini soruşur. Biz bunu burada x ilə z-in cəminin yerinə 26 yazarıq. Y-in də yerinə gətirib 12 yazarıq. Onda cəm nəyə bərabər olacaq? 26 üstə gələk 12. Yəni 38 olmuş olur. 21. 21-də x ilə x-in cəmi y-ə verib, y ilə z-in cəmi 13 verib, x ilə də z-in cəmi 9 verib. X ilə də z olub 9. İndi biz burada nə edərik? X üstə gələk x bizə nə verir? 2x bərabərdir y. Y-in yerinə gətirib baxın, burada 2 dənə x yazarıq. Y-in yerinə 2x yazandan sonra nə alınır? 2x üstə gələk z bərabərdir 13. Aşağıda da x üstə gələk z bərabərdir 9 alınır. Bu sistemlərin tənliklərini tərəf-tərəfə çıxsam, nə qalacaq? Z-lər bir-birindən aparacaq. 2x-dən də x çıxanda qalacaq x. X bərabər olacaq nəyə? 13 çıx 9-a, yəni 4-ə. X 4 oldu. X-in yerinə gətirib 4 yazandan sonra, burada x-in yerinə 4 yazandan sonra z də bərabər olur 5-ə. Bizdən nəyin qiymətini soruşur? Z-in. Z bərabər oldu 5. A variantı. 22. A ilə A-nın cəmi verib 3 dənə C. B ilə B-nin cəmi verib 8 dənə A. B ilə B-nin cəmi olub 8 dənə A. Baxırıq ki, buradan nə alırıq? A ilə A-nın cəmi bizə 2 dənə A verir. 2 dənə A bərabərdir nəyə? 3 dənə C-yə. B ilə B-ni toplayanda bizə verir 2 dənə B. 2B bərabərdir 8 A-ya. Əgər 2B-miz 8 dənə A-dırsa, B-mizin yerinə nə yazmalıyıq? 4 dənə A yazmalıyıq. B-nin yerinə 4 dənə A yazmaq lazımdır. İndi biz burada nə yazılıb? 2A bərabərdir 3 dənə C. Bunu belə etmək olar. Əgər B-nin yerinə 4 dənə A yazmışamsa, A-nın yerinə nə yazmalıyam? 1 dənə A-mız. Əgər 4 dənə A-mız B-dirsə, bir dənə A-nı tapmaq üçün mən nə etməliyəm? B-ni bölməliyəm nəyə? 4-ə. Gətirib A-nın yerinə nə yazacağam? B böl 4 yazacağam. 2 vur A-nın yerinə yazıram B böl 4. Bərabərdir 3 dənə C. 10 da. Bu 2B bərabər olacaq bunun buna vurulmasına. 12C. 12C bərabərdir 2 dənə B-yə. Bəs C nəyə bərabər olur onda? C-ni də tapmaq üçün 2B-ni 16-ya bölməliyəm. 12-yə. 2B-ni bölməliyəm 12-yə. O da eləyəcək B böl 6. Doğru cavab olur B böl 6. C variantı. 23. Verilənləri qeyd eləyək. A üstə gələk B x-dir. B üstə gələk C y-dir. Bizdən x çıx y-i soruşur. X-in yerinə biz nə yazmalıyıq? A üstə gələk B yazmalıyıq. Çıx y-in yerinə nə yazmalıyıq? B ilə C-nin cəmi. B üstə gələk C. Bu
mötərizəni açsaq, A üstə gələk B, çıxaq B, çıxaq C. Baxıram ki, burada bu B ilə B əks işarəlidir. Bir-birinə apardı. Yerdə nə qaldı? A çıx C. Doğru cavab da olacaq A çıx C, B variantı. Cədvəl daxilində verilənləri oxuyuruq. A-nın yerinə nə yazılıb? M vur L. A bərabərdir M vur L. B-nin yerinə nə yazmalıyam? K vur L. C-nin də yerinə yazmalıyam M vur K. Onda gətirib ABC ifadəsinin yerinə hər birini gətirib yazıram. A-nın yerinə yazıram M vur L. B-nin də yerinə yazıram K vur L. C-nin də yerinə yazıram M vur K. Aşağıda da K, L, M yazıram. K vur L vur M. Ortaq olanları ixtisar eləyirəm. M ilə M, L ilə L, K ilə K. Yerdə nə qaldı? L vur M vur K. L vur M vur K. Bu da hansı variantdadır? B variantında. K vur L vur M. 25. Yenə də verilənləri qeyd edirik. X, Y 8-dir. Buradakı vurmadır. Y ilə Y eləyib 4. Y vur Y bərabərdir 4. Z vur Y bərabərdir 12. Baxırıq, əgər Y vur Y 4-dürsə, Y-i Y-ə vurub 4 almışamsa, deməli Y nəymiş? 2 imiş. İndi Y-in yerinə 2 yazacağım burada. X vur 2 bərabərdir 8. Onda X nəyə bərabər olur? 4-ə. X-in yerinə 4 aldım. Y-in 2 qiymətini burada da gətirirəm. Yazıram Z vur 2 bərabərdir 12. Onda Z nəyə bərabər olur? 6-ya. Bizdən elə X-i soruşur. X-in də qiymətini tapmışıq 4. İndi amma baxıram ki, variantda rəqəmlər yazılmayıb. İfadələr yazılıb. Biz tapdığımız ədədlərdən istifadə edə bilərik. Cavabımız nə olmalıdır? 4. Y nədir? Y nədir? Y 2 idi. Bu getdi. Y kvadratı nədir bəs? 2-nin kvadratı, yəni 4. Bunun nəticəsi 4-dür. Ona görə də doğru cavab məhz C variantıdır. 26. X üstə gələk Z bərabərdir 18. Y üstə gələk Y bərabərdir 8x. Z üstə gələk Z bərabərdir 16x. Baxırıq, 2 dənə Y-imiz 8 dənə X-dir. 2 dənə Z-imiz 16 dənə X-dir. Onda belə çıxır ki, bir dənə Y-imizin yerinə 4 dənə X yazılmalıdır. Bir dənə Z-in yerinə 8 dənə X yazılmalıdır. Gətirirəm bu tapdıqlarımı. Burada yerinə yazıram. X-in yerinə X saxlayıram. Z-in yerinə nə yazıram? 8 dənə X yazıram. Və cəm bizə verir 18-i. 9 dənə X elədi 18. X da oldu 2. X 2-yə bərabərdir. X çıx Y üstə gələk Z soruşur. X 2-dirsə, Y nəyə bərabərdir? Y də 4 vur 2-dir. Yəni 8-dir. Bəs Z də deyə buradadır. 8 dənə X-ə. Yəni 8 vur 2 bərabərdir 16. Nə soruşur bizdən? X, yəni 2, çıxaq Y, çıx 8, üstə gələk Z. Yəni 16. 16-nın üstünə 2 gəlirəm, 18. 18-dən də 8-i çıxıram, 10 eləyir. Evet, doğru cavab olur 10. C variantı. X ilə Y-in cəmi bizə verir 5 dənə Z, üstə gələk 3. Sonra Y ilə Z-in cəmi verir 8. X ilə Z-in cəmi bərabərdir 5Y, üstə gələk 5. Belə bir sistem tənliyi aldıq. Sistem tənliyi tərəf-tərəfə toplayarıq. Toplasaq 2x üstə 2y üstə gələk 2z bərabərdir 5y üstə gələk 5z üstə 8, 3, 5. 3, 8, 5 də bizə verir 16. Daha sonra 2x üstə gələk
2 vuraq y üstə gələk z formasında yazarıq. Bunu da 5 vuraq y üstə gələk z formasında yazarıq. Üstə gələk 16. Y üstə gələk z, baxın burada verib 8. Y üstə gələk z-in yerinə gətirib 8 yazacağım. Burada 8 yazıram, burada 8 yazıram. Bu nə eləyir? 2x üstə gələk 2 vur 8, yəni 16. Bərabərdir 5 vur 8, 40, üstə gələk 16. Hər tərəfdən 16'lar gedir. 2x bərabər olur 40'a. X də bərabər olur 40 bölü 2, yəni 20. Bizdən də x-in qiymətini soruşur, o da olur 20. 28. A ilə C-nin cəmi verib 8y. A ilə B-nin cəmi verib 6 dənə z. B ilə də C-nin cəmi verib 2 dənə x. Tənliklərin hər birini tərəf-tərəfə toplayıram. 2 dənə A üstə gəl, 2 dənə B plus 2 dənə C. Bərabərdir, sağ tərəfləri də toplayıram. 2x üstə gələk 8y üstə gələk 6z. Buradan 2'ni çıxardıram. A üstə gələk B üstə gələk C. Bərabərdir. Buradan da 2'ni çıxardıram. X üstə gələk 4y üstə gələk 3z olur. Hər tərəfdən 2'ləri atandan sonra nə qalır? A üstə gələk B üstə gələk C bərabərdir. X üstə gələk 4y üstə gələk 3z. Doğru cavab da olur məhz nə? Bizdən vermişdi ki, x plus 4y plus 3z nəyə bərabərdir? Biz də tapdıq ki, A plus B plus C cəminə bərabər olmuş oldu. B variantı. 29. 29'da verilənləri qeyd edək. 1 böl x vuraq x vur y. Vuraq x vur y bərabərdir x kvadratı. Verilənlərdir. Daha sonra 1 böl y vuraq yz. 1 böl y vur yz bərabərdir y kvadratı. Sonra bu qaldı. 1 böl z vuraq xz bərabərdir 2. Nə edirik? Baxırıq ki, z ilə z getdi. X bərabər oldu 2'yə. X ilə x getdi, y ilə də y. Nə aldım buradan? Aldım ki, y bərabərdir x kvadratı. Aldım ki, z bərabərdir y kvadratı. Aldım ki, x bərabərdir 2. Şu, x bərabərdir 2 tapandan sonra y tapılır. Y bərabərdir x-in kvadratı, yəni 2'nin kvadratı oldu 4. Z də bərabər olur y-in kvadratına, yəni 4'ün kvadratına. 16'ya. X də olur 2. Bizdən nəyi soruşur? Z-i soruşur. Z nəyə bərabər oldu? 4'ün kvadratına, yəni 16'ya. Doğru cavabı. 30. 30'da verib x üstə gələk z bərabərdir. Daha doğrusu verib ki, y üstə gələk z bərabərdir x. Sonra yazıb x üstə gələk z bərabərdir y üstə gələk 2. İndi baxsaq əgər tənlikləri tərəf-tərəfə toplasaq, sol tərəfləri 1, sağ tərəfləri də 1. Sol tərəfləri toplayıram. Y üstə gələk x üstə gələk 2z bərabər olur. X üstə gələk y üstə gələk 2. Baxsaq əgər y bir dənə y, x bir dənə x getdi. Yerdə nə qaldı? 2 dənə z bərabərdir 2. Z də bərabər olur 1'ə. Doğru cavab olur məhz 1. Bizdən də z-in qiymətini soruşur. O da olur 1. 31'də 100 çıx ALM yerinə düşən ədədi soruşur. Biz V hərfini tapmalıyıq. V hərfi baxırıq ki, hardadır? D ilə Y-in toplanması. D-nin üstərinə Y gələndə bu bizə V-ni verəcək. Eyni zamanda biz cədvəldən Y üstə gələk D-ni axtara bilərik. Baxın burada. Y üstə gələk D. Bu bizə nə verir? 9 verir. Ona deyə bilərikmi ki, V-nin yerinə düşən rəqəm 9'dur. Sonra Ü-nü axtarırıq. Eyni qaydada Ü-nü axtaranda Ü
hardadır? X-lə Z-in toplanması nəticəsindədir. Yazırıq X üstəgələ Z bərabərdir Ü. İndi cədvəldən X-lə Z-i axtaranda Z-lə X-in cəmi nə verir bizə? 6 verir. Onda Ü hərfinin yerinə düşən rəqəm olur 6. Növbəti S hərfi. S hərfi buradadır. X-lə Y-in birləşməsidir. Yəni X ilə Y-in cəmi bizə S-i verir. Baxırıq cədvəldə X ilə Y-in cəmi bizə nə verir? 5 verir. Onda S hərfinin də yerinə düşür 5. A hərfini axtarırıq. A hərfinə baxsaq, buradadır. X ilə D-nin cəmi. X ilə D-nin cəmi bizə verir A-nı. İndi cədvəldə baxsaq, D ilə X-in cəmi bizə nə verir? 7 verir. Onda A olmuş olur 7. L hərfini axtarırıq. L, Y ilə Z-in birləşməsidir. Y ilə Z-i toplayanda L hərfini alırıq. Cədvəldə baxıram, Y ilə Z-in toplamı mənə nə verir? 7 verir. Onda L-in də yerinə düşür 7. L hərfi də olur 7 və nəhayət qaldı sonuncu M. M isə buradadır. M hardadır? D ilə Z-in toplanmasıdır. D ilə də Z-i toplayanda M alıram. D ilə Z-i toplayanda M alırıqsa, Z ilə D-nin toplanmasının nəticəsi bizə nə verir? 9 verir. M də olur 9. Artıq bu ifadələri bir-birindən çıxaram. 965-dən çıxmaq lazımdır 779-u. Bu da bizə verəcək 6, 8, 1. 186 doğru cavabdır. 32-dən Y üstəgələ Z bərabərdir 20. X vur Z bərabərdir 18 qeyd olunub. Və digər tənlikdə də vurmadı. X-i Y-ə vurub nəticəsi olub neçə? 63. İndi baxıram ki, bu X üstəgələ Z-dir. X-Y hasili 63-dürsə, onda biri 9-dur, biri 7-dir. Belə düşünmək olar. Bundan əlavə, bu sistemin 2 dənə tənliyini, bu tənlikləri tərəf-tərəfə çıxsam, yəni Y üstəgələ Z-dən çıxaram X üstəgələ Z-i. Bu da bizə verəcək 20 çıx 18-i. Y üstəgələ Z çıxaq X çıx Z bərabər olacaq 2-yə. Z-lər buradan gedir və nəticədə nə alıram? Y çıx X bərabərdir 2. Biz aldıq ki, Y ilə X-in fərqi 2-dir. Eyni zamanda bilirik ki, onların hasili də nədir? 63. Bu şartı ödəyən ədədlər 9 ilə 7-dir. Y-in yerinə onda 9 düşür. X-in də yerinə düşür 7. Çünki 9 ilə 7-nin fərqi 2-dir. Hasili vurulmasının nəticəsi də 63-dür. Bizdən Z-i soruşur. Z nədir? Z-i tapmaq üçün nə etməliyəm? Y-in X-in qiymətini gətirib yerinə yazaram. Aha, X-imizin qiyməti 7-dir. Buradan Z-i taparam. 7 üstəgələ Z bərabərdir 18. Deməli, Z də bərabər olur buradan 11-ə. Z-in yerinə tapmış olduq 11. Doğru cavab olur 11. 33-ə baxırıq. X ilə Y-in toplanmasının nəticəsi 7. Y ilə Z-in toplanmasının nəticəsi 5. Və X, Z hasili də nəyə bərabərdir? 8-ə bərabərdir. İndi yenə də eyni yuxarıdakı kimi bu iki tənlikləri bir-birindən çıxıram. Yazıram X üstəgələ Y çıxaq Y üstəgələ Z və bərabərdir 7 çıx 5. X üstəgələ Y-dən çıxıram Y çıxıram Z-i. Bərabər olur 7 çıx 5 fərqi də bizə verir 2. Y-lər buradan gedir. Nə qalır? X çıx Z bərabərdir 2. Biz eyni zamanda bilirik ki, X-i hasili də nədir? 8-dir. Bu iki ifadə bizə nə deyir? Deyir ki, X və Z ədədlərinin hasili 8-dir, fərqi 2-dir. Onda bu ədədlər hansılardır? 4 ilə 2-dir ki, onların
fərqi 2-dir. Hasili isə 8-dir. X-i 4 tapıb, Z-i 2 tapdıq. İndi Y-i gətirib yaza bilərik. X-in yerinə gətirib 4 yazacağım. Avtomatik buradan Y olacaq 3. Bizdən X, Y, Z cəmini soruşur. X oldu 4, Y oldu 3 və Z də oldu 2. 4, 3, 2 cəmi bizə verir 7. 34. Cədvəldə Y ilə Z-in cəmi 5 qeyd olunub. Y və Z-in cəmi 5 qeyd olunub. X vur Y hasili 16. İkincidə vurmadı. Və X ilə Z-in hasili də 24. X ilə Z-in də hasili 24. İndi baxsaq əgər X, Y və X, Z ədədlərində ortaq olanlar hansıdır? Ortaq olanlar X, Y və X ədədlərində ortaq olan vuruqlar X vuruğudur ki, hər ikisində var. 16 və 24-ün hər ikisinin bölündüyü ədəd nədir? 8. Onda X-in yerinə 8 yazmış olsam, Y nəyə bərabər olur? Mən 8-i nəyə vursam 16 olar. X-in yerinə tutaq ki 8 yazdım. 8 Y 16-dırsa Y olur 2. Və Z nəyə bərabər olur? 8-i nəyə vursam 24 olar? 3-ə. Z də olur 3. Həqiqətən də 2 ilə 3-ün cəmi bizə verir 5. Bizdən Y2 soruşur. Y-də nə olur? 2 olmuş olur. 35. 35-də A ilə A-nın cəmi 16-dır. A ilə A-nın cəmi 16-dırsa, onda 2 dənə A-mız olur 16. A-nı tapmaq üçün 16-nı 2-yə bölməliyəm, yəni 8. A oldu 8. A-nın yerinə gətirib 8 yazarıq. A 8-dirsə, 8 üstə gələk B bizə 12 verir. Onda buradan B-ni tapmaq üçün 12-dən 8 çıxmalıyam, yəni 4. B oldu 4. Növbəti C-ni tapıram. C-ni də tapmaq üçün bilirəm ki, 8 ilə C-nin cəmi 14 verir. Onda C olur 14 çıx 8, yəni 6. Tapdıq ki, B 4-dür, C 6-dır, A da 8-dir. İndi növbəti keçirəm birinci cədvələ. Birinci cədvəldə A-ya nə yazıb? X ilə Y-in cəmi. Eyni zamanda X ilə Y-in cəminə yazıb K. Onda belə çıxır ki, X, Y cəmi bizə K-nı verir. O da bizə verir A-nı. A-nın da qiyməti nə idi? 8. K-nın yerinə 8 yazmaq lazımdır. Daha sonra bu L hardadır? L D ilə Z-in toplanmasının nəticəsidir. D ilə Z. D ilə Z-i toplayanda L alıram. Eyni zamanda Z ilə D-ni də toplayanda nə alıram? B alıram. Belə çıxır ki, L hərfi də B hərfinə bərabər olur. B-nin də yerinə 4 düşür. L bərabər oldu 4-ə. Növbəti sonuncu M-i tapırıq. M buradadır. M-i tapmaq üçün D ilə X-i toplamalıyam. X ilə D-ni topladıq. D ilə X-in toplanması ilə X ilə D-nin toplanması nəticə bizə nə verir? C verir. Ona belə çıxır ki, M hərfi də C-yə bərabər olur. C-ni də 6 tapmışıq. M oldu 6. Bu üçünü toplayıram. 8, 4 və 6. Cəm bizə verir 18. C variantı. 36. 36-da verilənləri qeyd eləsək, X plus Y bərabərdir. Z üstə gələk 3. X üstə gələk Z bərabərdir. Y və Y üstə gələk Z bərabərdir. X üstə gələk 5. Yenə tənlikləri tərəf-tərəfə toplasaq, tərəf-tərəfə toplayıb və yaxud da ki, əvəz edə bilərik. Tərəf-tərəfə toplayaq. Toplasaq. Və yaxud da ki, gətirib birbaşa Y-in yerinə X üstə gələk Z yazaq. Bax, burada da. Y-in yerinə X üstə gələk Z yazacağım. X üstə gələk. Y-in yerinə yazıram. X üstə gələk Z bərabərdir. Z üstə gələk 3. Hər iki tərəfdən Z-lər gedəndən sonra alıram 2 dənə X bərabərdir 3.
X de beraber olur 1/5'e. X'in 1/5 aldım. Sonra y'in bu ifadesini getirip burada da yazacağım. Y'in yerine ne yazırdım? X üste gerek z. X üste gerek z. Üste gerek z beraber x üste gerek 5. X'ler gelir. 2 tane z beraber oldu 5'e. Z de beraber olur 5/2 yani 2/5. Bizden y'yi soruşur. Yani y/2'ni soruşur. Belə deyək. Y neydi? X üste gerek z idi. Yani biz ne etmeliyiz? X ile z'yi toplayıp 2'ye bölmeliyiz. X'in qiyməti 1/5 idi. Z'in qiymətini tapdıq burada. X 1/5, z 2/5. Z'yi 2/5. Bunları toplayıp böldü 2'ye. Yuxarını toplayanda 4 eləyir. 4'ü də 2'ye böləndə nəticə olur 2. Deməli y soruşurdu bizdən. O da oldu 2. 37. X ilə D'nin cəmini verib 15. Y ilə Z'in cəmini verib 6. Aşağıda belə bir ifadə soruşur bizdən. Bu ifadədə X'i ortaq vuruq kimi çıxarsam, içəridə nə qalır? Z üstə gələ Y. Z üstə gələ Y. İkinci ifadədə D'ni ortaq vuruq kimi çıxarsam, içəridə Z ilə Y qalır. D'ni ortaq vuruq kimi çıxarsam, Z üstə gələ Y qalır. İndi bu iki ifadədə Z üstə gələ Y, Z üstə gələ Y ortaqdır. Onda onu belə yazıram. Z üstə gələ Y vur. Nə qaldı yerdə? X nədir? X üstə gələ D. Belə bir ifadəni aldım. İndi bunları bir-birinə vurmalıyam. Zaten bizə Z üstə gələ Y-in və X üstə gələ D-nin qiymətləri verilib. 6 vur 15. 6'nı da 15'e vuranda 90 olmuş olacaqdır. 38. X vur Z bərabərdir Y. Y vur Z bərabərdir D. Bizdən Z kvadratını soruşur. Necə taparam? Sistemin hər bir tərəfliyini tərəf-tərəfə vuraram. Yəni soldakıları 1 vuraram. Sağ tərəfləri də 1 vuraram. Onda olur X vur Z vur Y vur Z bərabərdir Y vur D. Hər iki tərəfdən Y-ləri atandan sonra Y getdi. X vurulmuş Z kvadratı bərabər olur D-yə. Buradan da Z kvadratını tapmaq üçün nə etməliyəm? D-ni X-ə bölməliyəm. Z kvadrat da bərabər olur. D bölünsün X. Doğru cavab olacaq D böl X. 39. Verilənləri qeyd edək. A üstə gələk X bərabərdir 18. Sonra A üstə gələk D. A üstə gələk D oldu 12. Növbəti B ilə Y oldu 20. B üstə gələk Y bərabərdir 20. Və C ilə Z oldu 17. C üstə gələk Z bərabərdir 17. Bu sistemin tənliklərini tərəf-tərəfə toplasam, sol tərəfləri 1 toplayıram, sağ tərəfləri isə 1 toplayacağım. Və sol tərəfləri toplayıram. A üstə gələk A üstə B üstə C üstə gələk X, Y, Z, D. Sağ tərəflər toplandı. Sol tərəflər daha doğrusu. Sağ tərəf 18, 12, 20 və 17-ni toplayıram. Bu da edir 67. İndi biz nə görürük? ABC cəmini verib 37. Mən də gətirib bu cəmin yerinə yazıram nə 37. Daha sonra X, Y, Z cəminin yerinə, bu cəmin yerinə, X, Y, Z cəminin yerinə gətirib yazıram 29. Onda bu A nəyə bərabər olur? A üstə gələk 37, üstə gələk 29 bərabər olmalıdır 67. Buradan A bərabərdir 1 tapmış olacağım. Bizdən də A-nın qiymətini soruşur, o da olur 1. 40. 40-cı sualda verilənləri qeyd eləyək. X ilə Y-in cəmini verib AB. Daha sonra Y ilə Z-in cəmini verib AC. Z ilə X-in cəmini
verib CB. Bu sistemin tənliklərini tərəf-tərəfə toplayacağım. Solları 1, sol tərəfləri 1, sağ tərəfləri də 1. Ona sol tərəfləri toplayıram. Eləyir 2x üstəgələ 2y üstəgələ 2 dənə z bərabərdir. Sağları toplayıram. AB, AC üstəgələ CB. Bunu bildik hələ ki. Bu qalsın. Sonra bizə belə bir ifadə verib. Gəlin bu ifadəni açıq formada yazaq. Mötərizələri bir-birinə vuraq. Mötərizələr vuranda birincini birinciyə vururam, olur AB. Birincini ikinciyə vururam, olur AC. Daha sonra B-ni B-yə vururam, olur B kvadratı. B-ni də C-yə vururam, olur BC. Bərabərdir. B-nin kvadratı üstəgələ 42. Buradan nələr ortaqdır? Gedir. B kvadratı hər ikisində ortaqdır. Getdi. Bunlar gedəndən sonra yerdə nə qaldı? AB üstəgələ AC üstəgələ BC bərabərdir 42. Bizdə də bu ifadədir o. Burada aldığımız ifadənin eynisidir. Deməli bunun yerinə gətirib biz nə yazmalıyıq? 42 yazmalıyıq. Onda nə olur? 2 vur x, y, z cəmi 42-yə bərabər olur. Biz də buradan x, y, z cəmini tapırıq. Bu da edirmi ki 42 bölü 2, yəni 21 olmuş olur. Doğru cavab olur 21. 41. 41-ci sualda qeyd eləyək ki, x üstəgələ z bərabərdir 11. X üstəgələ y bərabərdir 7. Və x vur z də nədir? 28'dir. İndi yuxarıda bu iki tənlikdən istifadə eləyək. O iki tənlikləri tərəf-tərəfə çıxsam, x üstəgələ z-dən çıxıram, x üstəgələ y bərabər olur 4-ə. Yazıram ki, x üstəgələ z çıxaq, x çıx y bərabər 4. Y'ləri atandan sonra, x'ləri atandan sonra alıram ki, z çıx y bərabər 4. Z çıx y oldu 4. İndi xz ifadəsi 28'dir. Düşünə bilərik ki, 28 7 ilə 4-ün hasilidir. Bəs biz x-in yerinə mi 4 yazaq, yoxsa y-in yerinə mi 4 yazaq? Əgər x-in yerinə 4 yazsam, y-i nə alıram? 3 alıram. X-in yerinə 7 yaza bilərəmmi? X-in yerinə əgər gətirib 7 yazsam, 7 üstəgələ y 7 olur, y də 0 olur. Bizə verib ki, y 0-dan böyükdür. Deməli, x 7 ola bilməz. X 7 ola bilmirsə, onda x 4-dür, y 7-dir. Gətirib də yerinə yazıb yoxlasaq, x 4 olsa, y 7 olsa, daha doğrusu z 7 olsa, x 4, x z hasili çünki 28'dir, z də oldu 7. X-in yerinə 4, z-in yerinə 7 yaza bilərəm. Çünki onların cəmi 11 versin bizə. X ilə də y-in cəmi x 4-dürsə, y də olmuş olur 3. Bizdən x, y, z cəmini soruşur. X oldu 4. Y oldu 3. Z də oldu 7. Bu üçünü toplasam cavab 14 alaram. 42. A vur B bərabərdir 24. B vur C bərabərdir 32. A vur C bərabərdir 12. Bu üç tənlikdir. Bu üç tənliyi sadə formada həll etmək üçün baxıram nəyə? BC və AC ədədlərində hər ikisində C ortaqdır. Baxıram ki, C burada da var, burada da var. 12 və 32-nin hər ikisinin bölündüyü ortaq ədəd 4-dür də. Onda biz deyə bilərikmi C 4-dür. Əgər C-nin yerinə 4 yazmış olsam, B nəyə bərabər olur? 4 vur B 32-dirsə, buradan avtomatik B 8 olur. B-yə 8 yazandan sonra əgər 4 vur A 12-dirsə, A nəyə bərabər olur? 3-ə bərabər olur.
Həqiqətən də 8 3-ə vuranda da 24 eləyər. A-nı, B-ni və C-ni tapdıq, gətirib yerinə qoyuruq. B, yəni 8 üstə gələk C, yəni 4 bölünmüş A-ya 3-ə. 12 böl 3 də bizə nəyi verər? 4-ü verər. Cavabı 4 olan hansıdır? C-dir. C variantındakı C ifadəsinin qiyməti 4-dür. 43. X üstə gələk X bərabərdir Y vur Z. X üstə gələk Y bərabərdir 6 dənə Z. Y üstə gələk Y bərabərdir Z kvadratı. Buradan alıram ki, 2 dənə X-imiz nədir? Y vur Z-dir. Buradan da alıram ki, 2 dənə Y-imiz bərabərdir Z-in kvadratı. Həmçinin burada X üstə gələk Y ifadəsi var. Biz bu iki ifadəni toplaya bilərik. 2x üstə gələk 2y bərabərdir Z kvadratı üstə gələk Y vur Z. 2-ni mötərizə xaricinə çıxarsam, X plus Y yazaram. Da bərabər olar. Buradan da Z-i çıxardanda Z üstə gələk Y qalacaq. 2 vur X üstə gələk Y-in yerinə buradakı 6Z-i gətirib yazıram. Bərabərdir Z vuraq Z üstə gələk Y. Hər tərəfdən Z gedəndə buradakı Z-ləri atandan sonra Z üstə gələk Y bərabər olacaq 6 vur 2, yəni 12-yə. Bizdən də Z üstə gələk Y cəmini soruşur, o da olur 12. 44. Vurmadır. X vur Z bərabərdir 64 Y. X vur Y bərabərdir Z. Y vur Z bərabərdir X kvadratı. Bu ifadələri aldıq. Biz bu ikinci gördüyümüz X, Y bərabərdir Z. Z-in yerinə gətirib burada X, Y yazacağım. X, Y vurulmuş Z, yəni Z-in yerinə dedik nə yazaq? X vur Y yazaq. Bir dəqiqə. Burada gətirib X-in yerinə X yazıram. Z-in də yerinə X vur Y yazıram. Bu ifadə nəyə bərabərdir? 64 Y-ə. Buradan Y-lər ixtisar gedəndən sonra X vur X, yəni X kvadratı olur 64. Hansı da özünə vursam 64 eləyər 8-i. X oldu 8. X-in yerinə 8 yazandan sonra elə bizdən də X-in qiymətini soruşur. Cavab olur 8. 45. Verilib X vur Z bərabərdir 4Y. Daha sonra X üstə gələk Y bərabərdir 16Z. Bu iki ifadə bizə verilib. X üstə gələk Y yox, vurmaydı burada. X vur Y daha doğrusu. X vur Y bərabər oldu 16 dənə Z. Bu sistem tənliklərin tərəf-tərəfə bölsəm nə alaram? Yəni birinci bu ifadədir, ikinci də budur. Gəlirəm tərəf-tərəfə bölürəm. X vur Z bölək X vur Y bərabər olur 4Y bölünsün 16 dənə Z. Buradan nə alıram? Birinci tərəfdən böləndə X-lar hər ikisində var, getdi. Yerdə nə qaldı? Z bölünsün Y bərabərdir. Bunu da 4-ə böləndə burada 4 qalır. Y bölünmüş 4Z. Çarpaz vurma qaydası ödənir bildiyimiz kimi. Y kvadratı bərabər olur 4 dənə Z kvadratına. Onda hər tərəfi kökə salanda Y bərabər olur 2 dənə Z-ə. Bizdən də Y böl Z soruşur. Y-in yerinə gətirib 2 dənə Z yazıram. 2Z böl Z olur. Z-lər ixtisar gedir, yerdə qalır 2. Bizdən bu ifadənin cavabını soruşur. Doğru cavab olur 2. 46. 46-cıda nə verib bizə? Yazılıb A üstə gələk B bərabərdir C üstə gələk 3. Sonra B üstə gələk C bərabərdir 3A üstə gələk 1. A üstə gələk C də bərabər olur 14-ə.
belə bir ifadə verir. Bu sistem tənliyi əvəz etmə üsulu ilə həll etmək olar. Aha, əvəz eləsək əgər, gətirib burada C-nin yerinə nə yazacağım? Əgər A-nın C-nin cəmi 14-dürsə, C-ni tapmaq üçün 14-dən A-nı çıxmalıyam. Gördüyüm bütün yerlərdə gətirib C-nin yerinə 14 çıx A yazacağım. Burada da, həmçinin bax burada da. C-nin yerinə 14 çıx A yazmalıyam. Gətiririk. Yazıram A üstə gələk B bərabər. C-nin yerinə yazıram. 14 çıx A üstə gələk 3. Aşağıda B üstə gələk C-nin yerinə yazıram. 14 çıx A bərabərdir. 3A üstə gələk 1. 2 dənə belə ifadə alıram. Bu iki ifadəni tənlik şəklində yazıb məchulları bir tərəfə keçirəndə 2A üstə gələk B bərabər olur 17-yə. Aşağıdakini də toplayanda 5 çıx 4A və yaxud da ki 4A çıx B bərabər olur nəyə? 13-ə. Yenə hər iki tənlik alıram. Bu iki tənliyin sol tərəfləri və sağ tərəflərini bir toplaya bilərəm. Sol tərəfləri toplayanda 2A üstə gələk B üstə gələk 4A çıx B. Topladım. Sağ tərəflərdə bir topluram. 17 üstə 13. Bu elədi 30. Buradan mənfi B müsbət B getdi. 2A ilə 4A-nı toplayanda 6A. 6A 30-a bərabərdirsə A da bərabər olur 30 bölü 6. Yəni 5. A-nı 5 tapdım. A-nı 5 tapandan sonra qayıdıram bax bura. Qayıdıram bura C-ni tapıram. C nəyə bərabər idi? 14 çıx A-ya, yəni 5-ə. 14 çıx 5 də 9 verir. C-nin yerinə 9 tapandan sonra, A-nın yerinə 5 tapandan sonra gətirib bax bu ifadədə yerinə qoyub hesablayacağım. Yazıram ki, B üstə gələk C. Yəni C-yə nə dedik? 9 bərabərdir 3A, yəni 3 vur 5 üstə gələk 1. 15 üstə 1 16. B nədirsə, mən onun üzərinə 9 gəlsəm 16 eləyəcək. Onda B-ni tapmaq üçün də 16-dan 9 çıxmalıyam, yəni 7. Vsyo, B-ni tapdıq 7. A da nə idi? 5 idi. Bizdən də A vur B-ni soruşur. 7 vur 5 olacaq 35. Doğru cavab 35. 47. 47-də verib ki, X ilə Y-in cəmi nədir? 2 kökdə 3-dür. Y ilə Z-in cəmi 3 kök altında 3-dür. X ilə Z-in cəmi isə 7 kök altında 3-dür. Bu üç ifadəni aldım. Bu üç ifadənin təzədən sol tərəflərini və sağ tərəflərini toplayıram. Sol tərəfləri toplayanda alıram 2 dənə X üstə gələk 2 dənə Y üstə gələk 2 dənə Z. Sağa da toplayıram. 2 kök 3, 3 kök 3, 7 kök 3. 12 kökdə 3. İkili mötərizə kənarına çıxarsam, X üstə Y üstə Z bərabər olur 12 kök altında 3. Hər tərəfi 2-yə böləndə X, Y, Z cəmini alıram 6 kök altında 3. Bizdən X, Y, Z cəminin kvadratını soruşur. Yəni X, Y, Z cəminin yerinə 6 kök altında 3 yazıram və bunun kvadratını tapıram. Kvadrata yüksəldəndə həm 6-nın kvadratı olur, həm də kök 3-ün kvadratı olur. 6-nın kvadratı 36 eləyir. Kök 3-ün kvadratı da 3 olur. Çünki kvadrat kökü itirir. Bunların da hasilini tapanda hasil eləyir 108. Doğru cavab 108-dir. 48-də A-la B-nin kök altında cəmlərindən söhbət gedir və bu ifadə kök altında cəmi göstərir. Kök altında cəm bərabərdir ki, kök altında 3-ə. Sonra C ilə A-nın kök altında cəmləri. Kök altında A üstə gələk C bərabərdir, yazıram 14. Və nəhayət kök altında B üstə gələk C də bərabərdir 4-ə. Köklərdən azad olmaq üçün hər bir tənliyi olduğu kimi kvadrata yüksəldəcəm. Onda bunu kvadrata yüksəldə alanda alıram A üstə gələk B bərabərdir. 2 kök 3-ün kvadratı bizə nə verir? 4 vur 3, yəni 12.
Buradan A üstə gələk C bərabərdir o. Kök 14'ün kvadratı ilə 14 eləyəcək. B üstə gələk C də bizə 4'ün kvadratını, yəni 16'nı vermiş olacaq. Yenə belə bir ifadə aldım. Sağ və sol tərəfləri ayrılıqda toplayıram. Toplasam 2A üstə gələk 2B üstə gələk 2C bərabər olacaq 42'ye. 2'ni çıxardandan sonra A üstə B üstə gələk C bərabərdir 42 olur. Onda bu içərini tapanda A plus B plus C'ni tapanda 42'ni 2'ye bölməliyim. O da olacaq 21. ABC cəmi oldu 21. Biz burada qeyd eləmişdik ki, A ilə B'nin cəmi nədir? 12'dir. Onda biz buradan C'ni tapa bilərik də. 12 üstə gələk C olmalıdır 21. Onda belə çıxır ki, C 9'dur. C'nin yerinə 9 yazandan sonra avtomatik hamısını tapmaq olar. C'ye 9 yazsam A olacaq 5. Çünki 9'un üzərinə 5 gəlsəm 14 eləyər. C'ye 9 yazsam avtomatik B'ye də 7 yazmalıyım. Bizdən ABC hasilini soruşur. A oldu 5, B oldu 7, C də oldu 9. Bunlar da bir-birinə vuranda olur 315. 49'da verilənlər belədir. A vur B bərabərdir 1/3. Daha sonra B vur C bərabərdir 5/3. Biz sistemin hər bir tənliklərini bir-birinə bölə bilərik. Yazacağım A vur B bölünsün B vur C bərabərdir 1/3'ü bölməliyim 5/3'e. Buradan 3'lər gedir və 5'də 1 qalır. Buradan B'lər gedir. Onda yazıram A böl C bərabərdir 1/5. Burada nə alıram? Çarpaz vuranda alıram ki 5 dənə A bərabərdir C. Yəni C'nin yerinə 5 dənə A yazmalıyım. Gətirirəm bax burada. A üstə gələk. C'nin yerinə nə yazım? 5 dənə A bərabərdir 2. Belə çıxır ki 6A bərabərdir 2. Onu da tapmaq üçün 2'ni 6'ya bölmək lazımdır. Bəs B nə idi? B'ni də tapmaq üçün A-nı B'yə belə deyək də A, B'ni bir-birinə vuranda 3'də 1 eləyir. Yazıram 2 vur 6 vur B bərabərdir 1/3. 2'də 6 özü 3'də 1'dir. 3'də 1 vur B bərabərdir 3'də 1. Nəyi özünü B'yə, belə bir 3'də 1'i nəyə vursam elə özü eləyər? Təbii ki 1'ə. B də bərabər olur 1'ə. Bizdən də B'ni soruşur. Cavab olur 1. 50'də baxıram cədvələ. A vura bərabərdir B. A vura bərabərdir B. Digər tərəfdən B vura bərabərdir 2C. B vur A bərabərdir 2 dənə də C. Həmçinin də belə verib 2 dənə B bərabərdir C. Deməli, mən C'nin yerinə gətirib 2 dənə B yazmalıyam. Onda olacaq B vur A bərabərdir 2 vurulsun. C'nin də yerinə 2 dənə B yazıram. Buradan B'lər ixtisar gedir və A bərabərdir 2 vur 2 4 qalır. A 4'dürsə, gətirib A'nın yerinə 4 yazsam, 4 vur 4 16 olacaq. B nə olur onda? 16. B 16'dırsa C nə olur? C də B'nin 2 mislidir axı. 16 vur 2, yəni 32 olmuş olur. Bizdən C'nin qiymətini soruşur. C də olur 32.